bugünkü bizim aramızda olan bu seyyidlər var, xüsusilə Azərbaycanımızda daha çox Musəvilərdir. İmam Musa Kazımın nəslindən olan o hal-hazırda Peyğəmbər nəslini davam edənlər məhz xanım Zəhra Salamullah əleyhanın vasitəsilə Əuzu billahi mineşşeytanirracim İnna a'teynakal Kevser. Ya Peyğəmbər, biz sənə Kevser verdik. Kevser həmi behişdə bulağadır. Məsələn, görsən, Allah saxlasın olmayanlara elə xanım İffətli, İsmətli, xanım Zəhranın həqiqi, layiqli davamçısı olan qız övladları versin inşallah. Görsən, o gözəl balalardan, övladlardan bəzilərinin adını Kövsər qoydular. Kövsər, indi ləhcədə biraz fərqli eləyər. Yəni, behişdə həmi çay adıdır, həm də ərəb dilində Kövsər artan, çoxalan, kəthürə, kəthir. Yəni, baxsaq, xanım Zəhra Salamullah əleyha Peyğəmbər Salvatullahın nəslinin ki davamçısı və seyyidlərin bugün o Peyğəmbər nəslindən gəlməsində ki xanım Zəhra Salamullah əleyha olub, gör necə bərəkətli bir övlad olub.